Salamlar, kanalıma xoş gəlmisiniz. Sizi kanalımda görməyə çox şadam. Kanalıma hələ də abunə deyilsinizsə, abunə olaraq mənə dəstək olmağı unutmayın. Mən videolarımı düzənləməyə çalışıram. Bu günlərim videoları qeyd eləyəndə, yəni redaktör eləyəndə baxdım ki, alış-veriş videoları var. Uşaqlar üçün aldıqlarım, Temudan aldıqlarım, nə bilim mamamın mənə hədiyyə elədikləri. Düzdür, uzun zaman keçibdi. Bəzilərini artıq geyinmişəm də, istifadə eləmişəm də. Bəzilərini yox, demək olar ki, aldıqlarımın hamısını. Amma yenə də çəkmişəm və istəyirəm ki, paylaşım. Bilirəm ki, bəzi izləyicilərim bu tip videoları çox bəyənirlər. Yəni yarısı bəyənməsə də, yarısı da bəyənənlərdir. Ona görə də istəyirəm ki, paylaşım. Bu arada biraz kamera çox yellənə bilər, çünki əlim əsir. Nəysə ki, belə. İndi hal-hazırda Temudan aldığım bağlamanı açıram, onu yerləşdirim. Siz də bəyənərək baxanlar, xoş izləmələr sizə. Küçük haliyle. Ne? Durmuşsun sen. Söndür onu, açaq bunu baxaq. Sen durmuşsan kızım. Onu koyma da, doktor gələndə mənə iynə vurmağa axtaracaq. Kimle? Hı? Nasıl yazılmış? Hacan. Canım. Nədir? Yandır prosto xodun al, Nazlı baxırmış yəqin. İstəndi. Hele de bak. Böyle kutu varmış. Aparatdan yenə zakaz eləmişəm. Yəni mamaya zakaz eləmişəm. Açmayacağım, onsuz da. Ya açım, göstərim də sizə. Tam al xodum. İçindən USB-si çıxır, zəifə qoymaq üçün. Yan. Əl dəymə. Qoy mən açım, bax. Budur. Bizimkinin eynisidir. Bunda mamam üçün sifariş eləmişəm. Birində xala üçün idi. Dursun. Bu göz altı patch olmalıdır. Ben açayım. O nerede ki? Dokudu. Krem. Neydi o? Ne kadar krem? Ay, genelde kremi de. Ay, koyasam ben kendine. Koyana. Çok günlerde. Günler içinde. Gecə qoyar, indi istəmirəm. Ay, hayda kıskandım. Ana, sen onu çocuklar için olanını görmüşsən. Çocuklar üçün olmur belə şey lazım. Niye? Gene işte. İçim çıxdı. Güzel, götürdüm. Koy bunu ora. Şkafın üstüne. Nerede? Bu da masaj aparatıdır. Ay, ben bunu çok merak edirəm. Nazaretgə qoyursunuz. Belə boyunluq kimi boynunuza keçirdirsiniz.
İndi zaryadkası yoxdur. Bunu zaryadkaya qoyum. Nazlı adapter var idi. Stolun üstündədir, gör. Yoxsa buralardadır. Qoyaq, sonra ətraflı çəkərik. Bu. Hə, başlığını çıxart ver mənə. Aa, başlığı. Çox şəkərdir. Şekerli ne? Rengi hoşuma gelmedi. Yox, belə şeydir də. Keşke kırmızı renkli olaydı. Bunu taxa bilərsən toka. Onu çıxart, sonra promoy toka tax. Evet. Yumruğunu çıxart, onu taxma. O pis işləyir. Bunlar nəfəs ala bilmək üçün belə çıxılı şeylərdir. Dart çıxacaq. Bu da onlardandır. 2 cürəsini aldım ki, hansı yaxşı çıxar. Onu istifadə eləyərəm. Kaysın ne için var? Bu qalsın. Şeyə qoy, doktor gələndə axtarmayaq. Belədir. Ucunda çalacak. Hamısının kağızı var ha? Ha ha. Aa, bu da şifalı tablolar. Zibilə. Neyle necəyi var? Bunlar da təkər bunların yanına. Bir yerdə olsunlar. O nedir? Ne güzel. Nedir? Ne sormuştum? Çinçen çinçen. Çinçan yazın. Çinçen çinçen. Almanca var. Sonra gələn il yeni il üçün almışam bunları. Bu ne? Balış izləri. Ne güzeldi. Birini birden. Deyən da Nazlı bir açın, bir macal ver. Bir imkan ver. Nesi böyle? 4 dənə. Birini Qoymur qız, qoymur. Qoy bir-bir göstərim. Sən də bax, mən də baxım, hamı baxsın. Bir şaxta baba al indi. Ceyran. Ceyranlı. Kocamanıymış. Yenə şaxta babalı. Olsun. Kocaman. Yox, bu boyda deyir axı məndəki paduşkalar. Balacadır deyəsən, baxarıq da neysə. Benim padişkam olur. Keşke olsa. Şu, Ay, ben bunu çok seviyorum. bir dənə də belə şey almışam. Jaket mi deyim, En sevdiğim budur. çölə bayra üstdən geymək. Ceyran çok güzeldi. Jaket mi deyim, nə deyim. Ne diyor? Makyaj da çok. Bu arada Temu'dan ilk alışveriş eləyəndə 30%lik endirim üçün kod birləşdirəcəm. Amma sadəcə ilk sifariş üçün keçərlidir. Onu qeyd edib ilk sifarişdən yararlana bilərsiniz endirimdən. Və yaxud da əgər əməkdaşlıq proqramına qoşulmaq istəsəz, onun üçün bir başqa kod var. Onu da bura yerləşdirəcəm. Ondan da keçid eləyə bilərsiniz. Hadi git. Əməkdaşlıq proqramına bu yuxarı. Çok merak ettim. Zibili neynədim? Ne? Qoy zibilləri bunun içine atım. Qalsın. Şunun padişk oldu. Şimdi şuna bayıldım. Oy. Oy. Bayılmış Nazlı. İndi isə keçid eləyəcəm. Uşaqlar üçün aldığım hədiyyələr var idi 8 martda. Karandaş qutusu, nə bilim Barbielər falan. Bir də özüm üçün aldığım blender var idi, özümə 8 mart hədiyyəm.
Bir də mamamın mənə aldığı, Nazlıya və Nərgiz üçün aldığı hədiyyələr var. Onları da hal-hazırda videoya yerləşdirirəm. Ümid edirəm ki, bəyənərək izləyəcəksiniz. 208 dənəli karandaş flomaster setidir. Çoxdan da istəyirdim bunu Nazlı üçün. Nəhayət ki aldım. Baxın, belə bir şeydir. Nərgiz gəldi. Karandaşlar, flomasterlar, qozanı. Sonra bunu da böyle açırsınız. Artıq Nazlı istifadə eləyir. Qoyursunuz resim çəkmək üçün. Çox qəşəngdir. Bunları da Aylin ilə Mədinəyə almışam. Düzdür, onlarda çoxdur, amma nə qədər çox olsa da uşaqlar sevinir də. Barbie, nə bilim, kukla alanda. Mən də almışkən onlara da aldım. Bu arada bunun eynisini, yəni bunun da 2 dənə almışdım. Həyata almışdım. İnşallah Mədinə ilə Aylin də böyüsünlər. Hələ balacadılar, divarlara falan yazırlar çünki. Ona görə onlara almadım. Set böyüsünlər. İnşallah onlar üçün də məktəbdə oxuyanda alaram. Belə Barbie almışam. İkisinə də fərqli geyimləri var. Belə darağı var. Bu da digərininki. Sadəcə geyimlərində bir balaca fərq var. Demək olmaz fərq var. Eyni deyəsən paltarlarda. Yaşıl, çəhrayı. Bir dənə paltar fərqi var. Bircə dənəsində. Bir də əyinlərindəki paltar fərqlidir. Rəngi olaraq. Yəni, biraz forması da fərqlidir. Nəysə ki, belə bir şeydir. Çox münasib qiymətə almışam özdə. Karandaş setini daha münasib qiymətlə demişdilər mənə. Şəhərdə hətta qutu-mutu səhifəsində falan baxsaz 10 manata falan da var. Amma mən buradan 15 manata aldım, yoxsa 14 manata aldım. Binəqədidən. Şəhərə getmədim. Ərindi şəhərə getməyə ya da Əcəmiyə falan. Elə yolumuzun üstü çıxmışkən, işlərimizi həll eləməyə çıxmışkən, elə bunları da buralardan həll elədim. Özüm üçün yeni blender almışam. Demək olar ki, özümünki kimi həm qabı falan var. Məndə mikseri yox idi, bunun mikseri də var. Keyfiyyət olaraq özümünkindən təbii ki aşağı səviyyədir. Yaxşısı var idi bir dənə də. Material falan xoşuma gələn, amma o da stokda yox idi. Yəni bir dənə vitrində idi. Mən də vitrin sevmirəm almağı. Ona görə götürmədim. Seçdim, bunu götürdüm. İnşallah yaxşı çıxar. Səhv eləmirəm. Niyə dəyişirəm? Əslində motor zadı bomba kimi işləyir. Simensdir mənimki. Sadəcə olaraq paslanıb bu hissəyə su dəyməməlidir. O da bəzi şeyləri hazırlayanda yumadan onu olmur. Çıxmır çünki. Sonra bunun bu hissəsi bütün paslanıbdır. Gəlib altdan bu hissədən tökülür. Atacam deyənə də. Atacam deyəndə ki, atmayacam. Birinci verəcəm, qaynatam baxsın. Görsün, açıb bunu təmizləmək falan olarsa istifadə eləyərəm. Çünki motoru bomba kimi işləyir. Dişləri qəşəng kəsir. Sadəcə olaraq pas buraxırlar deyənə. Yeməyin falan içinə artıq istəmirəm risk eləmək. Nəysə ki, təzəsini aldım. Şaya. İstəyirsən ürək qabını ya da səni çəkin. Yox, istəmirəm. İşığım söndü.
Blender başlığı, subçiklər falan əzmək üçün. Əsas motor isə bunun doğrama hissəsi mənimkindən yekədir qabı. Açdım. Baxın, belə bir ölçü qabıdır. Kəsmək üçün hər şey burada eləmək olur. Bu doğramaq üçündür. Bu mikser başlığıdır. Yaxşı eləsə tez-tez kek falan eləmək olar. Bu da yenə qarışdırma qabıdır. Qapağı da var. Bu da motor hissəsidir, əsas hissəmiz. İnşallah davamlı rahat-rahat istifadə eləyərəm. Düymələri belə. İndi как раз başlayaq bunları yerinə yerləşdirməyə. Mamulkam mənə belə boşqablar alıb. Çox sağ olsun, çox qəşəngdir, çox xoşuma gəldi. Ümumiyyətlə mən resunkasız, yəni bəzəksiz boşqabları daha çox sevirəm. Kənarının belə bəzəkli olmağı çox qəşəngdir. Bir dənə belə. Bu da 2 dənədir amma. Bu dənə-dənə satırlar. Ayhan marketdən alıbdır. Zabratda Ayhan market var ya, orada belə qəşəng cürbəcür boşqablar olur. Qəşəngləri olanda mama götürür. Bunların hamısının etiketlərini çıxardacağım, istifadə eləyəcəm. Gündəlik boşqablarımı dəyişib bunları istifadə eləyəcəm. İstəyirəm bir müddət dəyişiklik olsun. Qəşəng-qəşəng yemək yeyəndə də zevqlə yeyək də. Çox sağ olsun ama həqiqətən çox xoşuma gəldi də belə. Gerçekten bu alttaki boşqabda eyni ilə. Bu birisini açmamışam hələ. Bunları gərək fenlə üstün etiketlərini qopardım. Görürsünüz, bu da belə böyük olanıdır. Böyük olanı 2.80'da alıb. Yoxsa 2.60'dı, 2.60. Bu balacalar da tek 1.70'di. Qəşəng. Mamam belə bir xalat alıb Nazlı üçün. Bunda Nərgiz üçün alıb. Əlcəklərdir. Sağlam ol Nərgiz. Belə qısa barmaqlıdır. İstəyəndə də belə keçirdirsiniz üstünə. Parmaklar qalır içində. Belə bir şeydir. Daha Nazlı'nınkidir. Üstündə ceyran var. Nazlı'ya ceylan gözlüm deyirəm. Ceyran oxşayır da mənim Nazlım. Belə bir ceyran göz. Belə bir xalatdır. Bunu Trendyoldan alıb ama asılqan da var. Ha can. Bir də bu pufidik şəfikləri alıb mənə. Belə. Pofidik. Çapıdı gəzməklik. Bu uca gələn qışsın. Artıq isti olar bundan. Hə, bir də ən son olaraq Faberlikdən aldıqlarım var. Orada videonun altında da qeyd eləmişəm. İndi onu təzədən qeyd eləyim. Saç üçün olan şampunu bəyənmədim. Öz adıma, yəni mənim saçıma düşmədi. Saçımda qaşıntılar, kəpək, nə bilim, tökülmələr falan elədi. Əvvəl istifadə elədiyim çox yaxşı idi. Demək olar ki, saçımın tökülməyini də aparmışdı. Niyəsə bilmirəm, başqasını almışdım bu dəfə və heç məmnun qalmadım. Yəni bu individualdır. Hər kəsin saçına düşəcək deyə bir şey yoxdur.
Qaldı ki orada nəysə də qeyd edəcəydim. Hə, paltar yumuşaldıcı var, qoxulandırıcı. O çox yaxşıdır. İmенно o özdə ətirli olanı həqiqətən qəşəngdir. Başqa ətirli olanlarını da almışam mən. Amma ən yaxşısı odur. Hətta bu videodan sonra neçə dənəsini də almışam mən. Amma çəkməmişəm. Qızılı güllüsü var idi, onu almışdım. Başqa cürəsi var idi, amma ən çox onun ətrini bəyənirəm. Faberlikdən sifarişlərim var. Bu paltar yağ maşına tökmək üçündür. Ətirləndirici. Üçü birində. Olmuş. Çox qəşəng qoxusu var, qalıcıdır özdə. İkinci səfərdə alıram. Bu şampunu birinci dəfə yoxlayacağam. Görüm nətər çıxır. Sonra belə bir lak almışam. Dırnağımdakı lak məlum. Köhnəli buji. Bu lak əslində yaxşı idi. Dırnağımdakı Top Face'dən idi. İndi çoxdanında deyənə xarab olub, atım gərək. Bunu da Faberlikdən götürdüm belə. Mirvari kimi. Bu da tonalni kremdir. Sağım şahiyay. İnşallah üzümə düşər. İnşallah. Bugünlük videom bura qədər idi. Ümid edirəm ki, bəyəndiyiniz bir video oldu. Alışveriş videolarını sevənlər üçün məncə çox əladır. Sağ olun, gələn videolarda, gələn vloglarda görüşərik inşallah. Hələlik.